bu mühüm məsələni yəni biz müzakirə etmək istəyirik. Deməli, bu da bilirsiniz də, bu dəqiqə mediada, gündəmdə ən aktual məsələlərdən biridir. Bu da kimdir? Epstein adlı bir adam həbs olunubdur. Bu deməli bir Yahudidir. Subhanallah, Allah Subhanahu taala Quranda bunların fəsadları barəsində zaten bildirib də, yəni. Və bu adam deməli hardasa 1953-cü ildə doğulub və Amerikada yaşayıb təbii ki və bir müddətdən sonra heç institutu da qurtarmayıb, lakin qısa bir vaxt ərzində nə edib? Riyaziyyat üzrə elit adamların övladlarını hazırlaşdırırdı. Sonra bir müddətdən sonra isə nə edir? Müəyyən ancaq belə də milyard dollar büdcəsi olan şirkətlərə hüquqi konsultasiyalar verilmiş. Və sonra bunun axırı necə qurtarırsa, yəni bir müddətdən sonra uzun bir məsələdir bunun həyatı. 2019-cu ildə bunu ölü tapırlar, yəni sorğu-suala cəlb edirlər. Bunu ölü tapırlar, özünü öldürür çox güman və deyirlər ki, yəni onu öldürüblər də. Bunun maraqlı bir əsas məqam nədir? Bunun həyat yoldaşı adı Ghislaine Maxwell adlı bir qadın olur. Bu Ghislaine Maxwell kimin qızıdır? Robert Maxwell adlı bir yəni Yahudinin qızıdır. Bu Robert Maxwell də yəni bu Yahudilərin yetişdirdiyi ən güclü belə deyək də, ən belədir. Təsəvvür edin ki, atom silahının, nüvə silahının sirlərini Amerikadan oğurlayıb aparan adamdır da, onun qızıdır. Və bütün bu məsələlər göstərir ki, bu adamların, yəni bu həmin o Epstein'in Allah ona lənət eləsin, onun onlarla, həmin deyilən dövlətlə əlaqəsi olub. Deməli, məsələ nədir o adam barəsində? Deməli, bu böyük bir adası olur bu adamın, böyük bir adası və bu adada həm şeytana ibadət etmək üçün xüsusi bir məbədi olur bunun, həmçinin də orada yəni böyük, yəni müxtəlif villalar olur və o villalarda əsasən nələr baş verir, onu deyək. Dünyanın müxtəlif yerlərindən kiçik qız uşaqlarını oğurluyurlar. Elə Amerikanın özündən də və digər ölkələrdən oğurluyurlar və həmin o qız uşaqlarına bu adada kütləvi təcavüzlər baş verir. Aydındır? Və hətta yəni bir çox insanların Allah qorusun, yəni iddialarına görə və bunu qışqıra-qışqıra qorxulu vəziyyətdə oradan qaçmış adamlardan bəziləri, oradan qayıtmış adamların qardaş düzür, vüqar qardaş düzür, oğlan uşaqlarında onlar da qeyd edirlər ki, nəinki uşaqları, yəni uşaqları istismar edirlər, cinsi istismar edirlər, hətta onların yəni kəsib ətlərini də yeyirlər. Aydındır? Bu formada hannibalizm deyilən, yəni dəhşətli bir şey var. Sonra o üçüncü növ orada istismar nədən ibarətdir? Uşaqları, yəni bəli, bu adamdır, bəli, uşaqları o qədər qorxudurlar ki, dəhşətli dərəcədə qorxudurlar. Və o qorxu vaxtı uşaqların bədənində müəyyən hormonlar yaranır ki, qorxudan və bunlar iddia edirlər ki, o hormonlar ən yüksək səviyyədə olan narkotiklərdir, aydındır və həmçinin də o hormonlardan istifadə edildikdə bunlar iddia edirlər ki, bunlar görə cavan qalırlar və xülasə orada şeytana ibadət ayinləri və digər yəni ayinlər baş verir. Deməli, bunun bizim mövzuya əlaqəsi nədir? Bunun bizim mövzuya əlaqəsi odur ki, birincisi, yəni baxın, bu dəqiqə ölkəmizdə qərb dəyərlərini, dinsizliyi təlqin edən insanlar, əgər baxsalar görəcəklər ki, bu cür şər yolunda olan insanlar Epstein'dir və onu izləyən insanlar çoxu əslində, yəni qeybdə olan bir şeytana ibadət edirlər. Yəni onların dini var, aydındır. Və fikir verin, o şeytana ibadət eləyən, bunu din kimi seçən insanlar yer üzündə dinsizliyin yayılması və İslama qarşı müharibəni nə edirlər? İnsanlara təlqin edirlər. Bu bizim birbaşa mövzunun əlaqəsi var. Çünki Azərbaycanda olan bir çox insanlar baxırlar, demokratiyadır, gözəllik və s. Lakin dərinə baxdıqda görürük ki, burada ümumiyyətlə, yəni insan dəyərlərindən tamamilə uzaq bir, öndə olan bir pərdə var və o, yəni pərdənin önündə bir teatr gedir, pərdənin arxasında isə dəhşətli proseslər gedir. İkinci çox maraqlı bir məqamı zikr etmək istəyirik burada. 20-ci əsrin ən böyük ateistlərindən Richard Dawkins və Stephen Hawking. Bunlar ikisi də həmin adada, təsəvvür edin, həmin adada iştirak ediblər, o mərasimlərdə iştirak ediblər.
və bu da göstərir ki, Hətta Bill onların Gates'in adı çəkilir orada, Trump'ın adı yox, çəkilir. Bill Gatesin adı da çəkilir. Demək olar hamısı, müəllim, demək olar ki, hamısı bunların Məşhurların hamısı. prezidentlərindən tutmuş, məşhur aktyorları və s. Lakin mən niyə bu ikisini zikr elədim, müəllim? Çünki bu ikisi arkada şeytana ibadət eləyirlər, ayinlərdə iştirak edirlər və o satanistlərin dəstəyi ilə fəaliyyət göstərirlər. Öndə isə dinlərə qarşı güya, yəni qeybə inanan insanları qeyri-rasional, yəni savadsız, axmaq insanlar görürlər. Lakin sonra ikincisi, misal üçün bu Richard Dawkins yoxdur. Bunun belə deyək də bu militant ateist. Militant ateist onlardır ki, onlar əslində İslama, dinlərə qarşı hücum edirlər və onun da əsas hədəf aldığı kəslərdən biri də kim idi? Yəni müsəlmanlar idi. Və bu Richard Dawkins bu azyaşlı evlilik məsələsini zikr edən insanlardan idi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm iftira edir, atırlar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm biz bilirik ki, yəni yetkinlik yadına çatmış, urfunda olan bir qadınla evlənibdi. Lakin bunlar özləri misal üçün bu məsələni o qədər şişirdilər, amma arxada deməli yetkin uşaqlarla, biz yetkinlik çatmış adamlar demirik, evlənmək yox ha, zina etmək, qorxutmaq, onlara təcavüz etmək, onları qorxutmaq, bu cür yəni müsibətlərlə məşğul, onların ətlərini yemək və bu şeyi özlərinə din götürmüş insanlardır. Yəni necə olur ki, bu insanlar gəlirlər İslam dininə, yəni dil uzadırlar. Ona görə də biz əgər burada və bizim də xüsusilə bu ateistlərimiz yoxdur, Türkiyədən təsirlənirlər, Türkiyədən kitablar gəlirlər və ən çox belə deyək də ateistlərdən kitabı satılmış insan elə bu Richard Dawkins'dir. Yəni ən çox kitab bunun satılıbdır yəni. Evet. Və indi artıq biz başa düşürük ki, bu insan niyə belə populyardır? Bu insan niyə belə yəni qabağa gedir? Bu bizim dilə də tərcümə ediblər onun kitablarını. Bəli, dəhşətdir müəllim. Yəni ona görə də mən bu məsələni qaldırmaq istədim. Zaten indi yəni üzdə ateizm deyilən bir şeylər, yəni və təsəvvür edin biz bu xüsusilə də bu Google barəsində biz bunu danışmışıq. Ondan sonra ChatGPT barəsində danışmışıq. Məsələn, Google'ın o şeyi yoxdur, simvolu yoxdur. 3 dənə rəng və disk formasında. Məsələn, bunların simvolu 666-dır. Məsəl üçün elənçi ChatGPT-nin simvolu 2 elə bir o qoloqramı qaldırıb, yəni güzgü şəklində güzgü şəklində fırladıb üstə qoyanda bu nə edir? Davudun ulduzunu və yenə də şeytanın simvollarını ehtiva eləyir. Yəni baxırsan ki, yəni yer üzərində bu gün dinlə mübarizə aparan qüvvələr, dinindən asılı olmayaraq, istər yəni İslamın əleyhində olan, məsəl üçün Yahudisi olsun, Xristiyanı olsun, nə olur olsun, Buddisti olsun, hamısı bunlar bir din əksinə birləşiblər, hansı Allahın əsl dini və bunların hamısının başında kimdir? Şeytan, iblis. İblisə ibadət edirlər yəni. Yəni bu məsələni də qaldırmalıyıq. Bu, yəni belə deyək də, özünü İslama dildə nisbət edən hər bir müsəlmanın əslində fikir verməlidir, Allaha şükür eləməlidir ki, biz yəni şeytanın yox, Allahın dəstəsindəyik firqəsindəyik. Həmçinin özünü deizmə, ateizmə və digər şeylərə nisbət edən insanlarımız, cavanlarımız onlara müraciət edir. Deyir, baxın, yəni sizin ağlınızı idarə edən kəslər əksinə qeybə iman gətirir və qeybdə şeytana, iblisə iman gətirmiş insanlardır. Sizi sadəcə nə edirlər? Yəni ucuz formada idarə edirlər, beyninizi idarə edirlər. Yəni və biz də həmişə olduğu kimi öz kanalımızda yəni dinin əsası nədir? Nəsihətdir. Din nəsihətdir. Və biz də bunu nə edirik? Nəsihət formasında bizim izləyicilərə çatdırırıq və bu videonu da inşallah Allahın iznilə də yəni kanallarımıza qoyacaq bu müzakirəni. Müəllim, məndən bu qədər. İndi gəlin bu mövzunu siz müzakirə edək. Dinimiz bu məsələyə necə baxır və bunlara qarşı müsəlmanın mövqeyi necə olmalıdır və digər məsələləri gəlin müzakirə edək. Allah razı olsun Asım müəllim. Əslində bu məsələləri yəni bilməyimiz yaxşıdır. Niyə görə? Çünki bu məsələlər gündəmdə olan məsələlərdir. Yəni belə deyək də, hərdən qarşımıza elə dinsiz adam, ateist və ya məsələn deist çıxır ki, görürsən ki, ağzı dolu bəhbəhlə danışır. Yəni bu günlərdə məsələn, hicaba qarşı müəyyən kampaniyalar aparır kimlərsə. Yəni onlar elə bəhbəhlə danışırlar güya ki, yəni İslamda uşaqlara hicab taxdırmaq və s. təhlükə yaradır. Amma əsl təhlükə bax bu cür çirkli beyinlərdir ki, onların kitabları belə tərcümə edilib bizim cəmiyyətimizdə gənclərə sırılır və heç kəs qarantiya verə bilməz ki, bunlar kimi xəstə insanlar
bizim cəmiyyətdən də çıxmasın. Yəni bir 10 ildən sonra ola bilər kimsə çıxsın orada bir də Epstein bizdə də çıxsın və bu cür çirkin mundar əməlləri sahiblik eləsin. Yəni əslində Bəli, xəstə tamamilə düşüncələr tamamilə. bunlardır. Bunlara qarşı olmaq lazımdır. Baxın məsələn açırsan onlayn məsələn elektron kitabxanaları, məsələn kitab almaq üçün də məsələn baxırsan. Görsənsə əksəriyyəti bax bu zehniyyətdə olan insanların kitablarıdır bu gün. Hamısı nəyi təbliğ edir? Ateizmi, deizmi, Allahsızlığı, yəni əxlaqsızlığı, yəni hamısı bunları təbliğ edirlər. Amma heç bunlara qarşı yəni bir düşünən, təfəkkür edən yoxdur ki, bunlar ümumiyyətlə təhlükədir. Yəni baxın Amerika kimi bir yerdə, yəni deyirlər ki, demokratiyanın beşiyi denəm nədir, filan da peşmandır. Amma görürsən nə iyrəncliklər çıxır ortaya. Niyə? Hamısı ona görədir ki, bu insanlar Allahın istəyindən, Allahın razılığı olan işlərdən uzaqlaşıblar. Bunlar şeytanın yolunu gedirlər. Yəni bunlar özləri güya dində radikalizm görüb, güya insanları ədalətli bir yol aparırlar. Amma görün necə çirkəv aparıb batırırlar insanlar. Yəni bunu hər bir müsəlman bilməlidir və yeri gələndə o cür insanların üzünə vurmalıdır. Ki, yəni sən hansı ateistlərdənsən? Epsteinin dəstəsindən, kimlərdənsən? Və sən nəyə çağırırsan bizi ümumiyyətlə? Bu Rəşid bəy yazır. Rəşid bəy o qədər İslamda olan İslam adamları əzdim. İslamda olan adamlarda iyrənclik görə bilərsən. Yəni, İslamda bunun münafiqi var, bunun başdan xəstəsi var. Lakin biz nədən danışırıq? Biz təbliğ olunan bir sistemdən, İslam bir sistem olaraq iyrənclikləri yəni təbliğ etmir. Ay əzizim Rəşid. Yəni biz tək adamın problemi deyil bu qardaş. Tək adamın problemi. Bu bir hədlə aparan adamların şeyidir, təfəkkürüdür. Bəli, bəli. Ona görə bu cür şeylərə fikir vermək lazımdır. Yəni əgər müzakirə etmək istəyən varsa, gəlsin buyursun. Yəni qaldıraq, müzakirə edək. Yəni bu məsələdə baxın müəllim keçən dəfə deyirik, İslam dini bunlar üçün real bir təhlükədir. Niyə real təhlükədir? Çünki qurduqları bank sistemi, riba sistemi. İslam dini onu nə edir? Qadağan edir. Qurduqları sığorta sistemi İslam dini nə edir? Onu qadağan edir. Qurduqları belə deyək də əxlaq sistemləri istər fahişəlik olsun, porno industriya olsun, hamısının arxasında da baxırsan ki, eyni familiyalı, eyni cinsli insanlar dayanırlar. Baxırsan bunu İslam edir, qadağan edir. Alkohol, ondan sonra narkotik və digər məsələlər İslam dini bunu qəti olaraq qadağan edir. Və bu məsələdə də İslam dininin hədəf olunan homoseksuallıq, bəli, İslam dini bunu qadağan edir. Zinanın yayılması İslam dini bunu qadağan edir və istismar, yəni İslam dini bunu qadağan edir. Ona görə də İslam dininə qarşı görürsən ki, bunlar bir cəbhədə, bir partiyada birləşiblər. Ona görə biz buna qarşı gəlirik və biz bunu insanlara öyrətməyə, işıqlandırmağa çalışırıq. Elcan qardaş, xoş gəlmisiniz. Danışa bilirsiniz qardaş? Bəli. Mənim səsim gəlir. Elhamdülillah. Səs gəlir, yaxşıdır. Əssəlamu aleykum, dəyərli izləyicilər. Sizə salamlayıram. Axşamınız xeyirli olsun. Salam. Asım müəllimi yəqin tanıyırsınız da qardaş. Bəli, biz mənim kanalımda həm söhbət olmuşuq bir dəfə. Deməli, baxın, bu Epstein məsələləri, bu faylları mən özümdə neçə gündür araşdırıram. Çox dəhşətli bir şeylə biz üz-üzəyik və deyərdim ki, bəşəriyyət tarixində hələ indiyənə qədər, bax, biz həmişə o söhbətlər olurdu. Pandemiya dönəmində də belə söhbətlər vardı ki, dərin dövlət, deep government, nə bilim, kölgə dövlətləri, kölgə idarəçiləri və s. ilaxır. Yəni, bu elə bir şeydir ki, adətən buna deyirlər ki, bu konspirologiyadır, amma bu artıq konspirologiyanın özünün belə nədənsə bəhrələndiyini, hansısa bir o deyir, bacadan bir tüstü çıxırsa, deməli orada nəsə var. Və bunu bir daha ortaya qoydu. Və əlhəmdülillah, mənim üçün burada ən böyük bir istədiyim bir nəticə bilirsiniz nə oldu? Şübhəsiz ki, orada baş verənlər bir faciədir. Yəni, elə şeylər deyəcəm sizə ki, dəhşətlidir. Orada insanları diri-diri yandırıb, ətində o patilərdə yedizdiriblər insanlara. İnsan əti yedizdirilib. Yəni, orada az yaşlı uşaqlar kölə kimi satılıb, dünya liderlərinə vaxt ikən. Orada elə iyrəncliklər baş verib ki, indi bunlar get-gedə üzə çıxacaq. Bizdə Azərbaycanda bu barədə çox da
informasiya və məlumat yoxdur. Sadəcə indi açıq internet resurslarından mən bu ilə maraqlanıram. Yəni bu dəqiqə bütün dünya bununla çalxalanır. İnandırım sizə elə adlar orada çəkilir ki, yəni Stephen Hawkingdən tutmuş kimlərə qədər deyirsiniz. ABŞ-ın keçmiş prezidentləri və s. ilə axır. Yəni burada hələ yeni adlar çıxacaq ortalığa. Və yenə də deyirəm, burada ən mənə belə deyərdim ki, ürəyimi açan məsələ oldu ki, bu o məqamda baş verdi ki, ateistlər, digərləri, müsəlmanları pedofiliyada ittiham edirdilər. İslamı pedofiliyada ittiham edirdilər. Və Allah təbarək və təala görün hansı məqamda bunu aşdı. Bütün dünya artıq faş oldu ki, baxın, siz deyirsiniz, deyirlər ateizm dinsizliyi. Xeyr, ateizmin özü də bir inancdır. Və mən bunu sübut edirəm buradan ki, ateizm özü də bir dindir. Nə üçün? Deyirəm. Baxın, əgər bizim inancımıza görə Allah təbarək və təala ol dedi və oldusa hər şey, bunların inancına görə bu böyük bir partlayışdır. Və bunlarda əgər bizdə bu Qurana əsaslanırsa, inancımız olaraq, etiqad olaraq, iman olaraq, bunlarda bu fərziyyə əsaslanır. Və indi mən buradan ateistlərə demək istəyirəm ki, necə olur ki, sən fərziyyə əsaslanaraq doğruluğunu mənə isbat eləmək istəyirsən, mənim inancımı yox bilirsən, amma mənim Quranım olaraq əsaslandığım səmavi kitab hansı ki birbaşa Allah Taala'dan gəlir, mənim bu əsaslandığımı heçə sayırsan və deyirsən ki, yoxdur. Nəysə, bu ziddiyyətli məqamlar da onlar onsuz da bunu qəbul eləməyəcəklər. Yəni bir ateistlə mübahisə eləmək vaxt etkisindən başqa bir şey deyil. Bu bir məsələ. Əsas nəyə görə biz çatdırdıq bunu? Məsəl üçün bu aşağıda da bəziləri yazır, Epstein, satanizm, ateizmlə əlaqəsi var. Yəni mövzunu açanda biz nə etdik? Orada müəyyən mənada bəyan elədik. Çünki Firidun bəy maraqsız danışırıqsa, yəni get maraqlı şeylər var, yəni belə. Yox, Firidun müəllim ən azından rəyinə görə çox sağ ol deyək ki, o rəyin özü də kanalda izləyici sayının qalxmasına yardım edir. Çox sağ olsun. Onda sağ olun. Biz necədir? Məsələni necə açdıq biz? Dedik ki, bu iki Stephen Hawkinglə bu Richard Dawkins'in ikisinin də həmin adada olması, Epsteinlə yaxın olması, yəni bu son arxivlərdə əksini tapıbdır. Və buradan da biz belə görürük ki, bugün yer üzərində əxlaqı inkar edən, həmçinin İslam dininə güya əxlaqsızlıq kimi hücum edən kəslər özləri bu əxlaqsızlıqlarda iştirak ediblər, həmçinin də həmin adadakı satanik dini ayinlərdə iştirak ediblər. Və buradan biz nəticəyə çıxırıq ki, bəli, bunların sponsorları həmin Epstein kimi müəyyən kəşfiyyatlara işləyən, həmçində satanik ideyada olan insanlardır. Əlaqəsi bu qədər. Yəni icazə verirsiniz, mən bir də fikrimi tamamlayım bu məsələdə. Baxın, Epstein orada sadəcə bir icraçıdır. Sadəcə o belə deyək ki, üzr istəyirəm bu ifadəmə görə, türklərdə ona aracı deyirlər də, kiməsə belə deyək ki, seksual təminatını yerinə yetirmək üçün kimlərsə təzəvvən edirlər. Mən indi demək istəmirdim, müəllim dedi o sözü. Yəni Epstein sadəcə bir icraçıdır. Mən isə başqa bir məsələndə toxunmaq istəyirəm ki, onun arxasında daha böyük qüvvələr var, daha dərin qara qüvvələr var. Onu demək istəyirəm ki, baxın, bugün əgər belə bir şey İraq olsun, hər hansı bir Epsteinin yerində tutan hər hansı bir məsələn, şərti ad deyədə bir müsəlman adı olsaydı, bugün inandırım sizi ki, bütün dünya səlib yürüyüşü keçirdəcəkdi müsəlmanlara qarşı. Amma bugün Epsteinin nə milliyyəti ilə bir araşdırıb deyən var, bir irad tutan var. Nə, məsəl üçün, onun dini baxışlarına görə, mən araşdırmışam, Epsteinin dini baxışları ateizmə yaxındır. Yəni, Epstein özünü nə Yahudi sahibdir, nə Xristiyan sahibdir, nə Nəsrani sahibdir, nə deist sahibdir. Yəni, ateizmə yaxın bir məsələdə olub, xəttdə olub. Bu bir. Sonrası, həmin adada satanizm, belə deyək ki, ayinlərinin icrası da, mən kifayət qədər açıq resurslar bilirsiniz də, Amerika ədliyyəsi bu şəkilləri, bu video materialları açıq resurslar, platformalarda qoyubdur. Sadəcə burada biraz gərəkdir ki, internetlə dostluq eləyəsən və biraz da dil biləsən ki, o resurslara gedib çatıb baxa biləsən. Yəni, mən dəhşətli şəkillər görmüşəm orada. Dəhşətli video. Uşaqların səsləri, qardaşlar, o az yaşlı uşaqlar orada necə ağlayır, necə qışqırırlar.
Orada onların o baxışları təhlükəli. Üzr istəyirəm, az yaşlı uşaqların alt paltarında hamamdakı gəzişmələri və s. ilaxır, həmin adadan görüntülər var. Yenə də deyirəm, dünya hələ belə bir azğınlıqla rastlaşmamışdı. Özü də belə bir səviyyədə. Yəni dövlət başçıları, xarici dövlət başçıları səviyyəsində tanınmış aktyorlar, tanınmış alimlər, tanınmış milyarderlər, Bill Gatesin özü və s. ilaxır və hətta yenə də buna konspirologiya kimi baxırlar, amma bunun özünün də bir belə deyərdim ki, bir qaynağı var və hətta deyirlər ki, o pandemiya ilə bağlı ki, bizim o başımıza gətirilən oyunlar var idi və hətta onun ssenarisi belə deyilənə görə orada hazırlanıbdı. Bəli, bəli. Bir də o müəllim bu Kəbənin o Kisvanın ora göndərilməsinə barədə soruşurlar. Mən məsəl o məsələni araşdırdım. Elnur bəy salamlayaq, ondan sonra keçim. Salam əleykum Elnur bəy. Siz də çox yəni şadıq ki, bu canlıda gördük. Siz də maraqlı faktlar, tarix faktları açıqlayarsınız inşallah. Hə, Elnur bəy desən müddədir. Hə, yəni orada deyir ki, yəni Epstein özü tələb edibdi orada və orada bir neçə variant var. Bunların o satanik, yəni ayinləri yoxdur. Aleykümselam, aleykümselam arkadaş. Sizi biraz geçir. Aleykümselam. Dinləyirəm sizi, maraqlıdır çox. Bəli. Təşəkkür Orada edirəm. yəni o maraqlı. Kəbənin Kisvanın tapılması, Kisva tərəfdən Elnur bəy Allah razı olsun, sizə də söz verəcək. O bir dənə bu məqama aydınlıq gətirim. O Kisva yoxdur, Kəbənin örtüyünün tapılması. Bunu niyə ediblər? Orada iki variant var. Məsələn, mən o məktubların özünə baxdım. Deyir ki, orada tələb edib ki, deyir, mənə o Kisvadan göndərin. Mən oradakı yazı formalarına uyğun öz o məbədi yoxdur. Orada onun musiqi otağı adlandırılır. O məbədin divarına həmin formatda, məhz həmin yəni xətt formatında C bir də I yazmaq istəyirəm. Yəni insan sanki fironluq iddia edir. İkinci ehtimal odur ki, yəni bu əslində Kəbənin əlhəmdülillah dəyərini azaltmır. Yəni əksinə bu ümumiyyətlə bu satanik rituallar bilirsiniz, ümumiyyətlə nəyə düşmənçi edirlərsə, məsələn bu sehr məsələsində var, bu magiya edənlər də var. Həmin o pak gördükləri şeydən bir şeyi götürüb onu mumdarlamaq və onu yəni alçatmaq babından qəbul edirlər. Yəni o da göstərir ki, bunlar deyirlər ki, bu Allahı təmsil edirsə, o parçadan bizə biraz verin. Biz onu öz mundar ayinlərimizdə iştirak edəcəyik. İkinci məsələ Elcan bəy, bu ateizm məsələsinə gəldikdə mən sizə bir şey deyim. Bu yaxınlarda bu şey var ya, bu məlum dövlətin o başçısı yoxdur. O yəni uşaq qətlində iştirak edən ikinci cəllad. Məsələn, onun özü çoxdandır biz bilirik ki, onun fikirləri ateizmə yaxındır. Yəni özünü ateist adlandırır. Lakin bu xalqda bir paradoks ondan ibarətdir ki, bunlar özlərini ateist eləyə-eləyə, məsəl üçün Kabala ayinlərində iştirak edirlər, ravinlərdən yəni fetva alırlar. Həmçində öz yəni belə deyək də o ideologiyaları var ki, bunlara vəd edilmiş torpaqlar var, satanik. Yəni bu doğrudan ciddi paradoksdur. Bunların zahiri inançları ateizmdir. Lakin görürsən ki, bunlar həm o birisi, bu birisi. Mənim onlar o daxili auditoriya işləmək üçün məcburdurlar. Yəni çünki orada əhalinin əksəriyyəti əgər hansısa bir inanca bağlıdırsa, o inancı təqlid etmək məcburiyyətindədirlər. Yox, əksinə Elcan bəy, əksinə. Yəni zahirən deyir ki, mən ateistəm. Aydındır. Lakin gizləndə görürsən ki, əksinə, yəni ayinlərdə iştirak edirlər. Çoxu belədir. Məsəl üçün, mən bu mövzu var, Epstein məsələsi ilə çıxmamışdan qabaq, 2003-cü ildə mən bu məsələləri araşdırırdım. Bu məsələləri araşdırdığımda çoxdandan. 2003-cü, 2002-ci illərdə araşdırırdım. Məsəl üçün, burada bilirsiniz nə var idi? O vaxtların bir çox yəni şeylər, bu Amerika elit siyasətçilər bunların müəyyən yəni satanik ayinlərdə iştirakı o vaxt o söhbət yayılmışdı. Hətta misal üçün Bill Gatesin və digərlərinin yəni gizlin videoları çəkilmişdi, o uşaq qətli və s. Yəni bu amma zahirdə bunlar özlərini nə edirlər? Ateist kimi göstərir əksər hallarda. Yəni bu da böyük bir paradoksdur. Yəni bilmirik də bunu necə edirlər və bu nəyə nail olurlar. Müəllim, bir də o Kəbə örtüyü ilə bağlı siz məsələyə toxundunuz. Mən sizlə qismən razıyam o mənada ki, o insanlar hansılar ki, bu şeytani ayinlərlə məşğul olurlar, onlar ola bilsin ki, məsələ Kəbənin o örtüyün üzərində hər hansı bir sehri, hər hansı bir ayini keçirməklə
Biz bilirik ki, kifayət qədər zərər də vura bilərlər Allahın izni ilə müsəlmanlara bu mənalarda. Hətta Peyğəmbər sallallahu əleyhi və səlləmin özünə də qarşı istifadə olunmuşdu, müəyyən bir əşyasından və sair ilə axır. Bəli, ehtimal var ki, belə bir şey eləyirlər. Və ikinci bir şey də mənim bu şəxsi belə deyim ki, fərziyyəmdir. Ola bilsin ki, gələcəkdə bax necə ki indi bu fayllar açılır və orada da ola bilsin ki, müsəlmanların adlarının da hallanması üçün bilərəkdən ortalığa atılmış bir təxribat. Ola bilər, ola bilər. Allah bilir. Yəni şərlərin baxın, burada biz tək deyilik. O misal var ya, deyir cəhənnəmə gedən özünə yoldaş axtarar. Burada da ola bilsin göstərmək istəyirlər ki, baxın ha, burada müsəlmanların da bizə hardasa aidiyyatı var. Şübhəsiz ki, biz bilirik ki, müsəlmanların onlara heç bir aidiyyatı yoxdur. Bəli. Elnur bəy, sizin fikriniz nədir bu barədə? Tarixdə belə oxşar hadisələr olubmu? Tarixlə hansı bir əlaqəsi varmı bunların? Assalamu aleykum. Salamlayıram hər birinizi. Allah salamlayırlar. Hoş gəlmisiniz. Abdurrahim müəllim, Asim müəllim və dinləyicilərimizi. Bəli qardaş, olub tarixdə. Hətta bənzəri də olub, bundan daha betəri də olub. Qədim Yunanistanda da olub, qədim Romalılar. Bu ənənə idi. Əslində bilirsiniz, bu qərb mədəniyyəti, müasir qərb mədəniyyəti antik Roma mədəniyyətinin, Yunan-Roma mədəniyyətinin davamıdır. Davam mahiyyətində bir şeydir. Bu onlarda var idi. Xristianlıqdan əvvəl təbii ki. Məsələn, qədim Romada köləliyin davamı üçün, yəni kölə satışlarının davamı üçün xüsusi adalarda, çox qəribədir ki, elə adadan yenə də söhbət gedir. Adalarda kölə çoxaltma fermaları, belə deyim, var idi, mövcud idi. Ora 13, 14, 15 yaşında qızları gətirirdilər kölələri ora. Ondan sonra kişi kölələrin arasından da belə deyim, ayıb olmasın, damazlıq kölələri ora gətirib, onları cütləşdirib. Çünki kölənin uşağı da kölə sayılır. Və onları çoxaltıb, belə deyim, satırdılar və tələb də bundan ibarət idi ki, həmin o kölə qızlar 15-20 il içərisindən ən az 8-9 uşaq dünyaya gətirməli idilər ki, belə deyim də, rentabelli olsun, yəni onlara məsrəf eləməyini dəysin. Bu tarixi həqiqətlərdə bunlar ispat olunur. Və ya qədim Yunanistanda, Yunan şəhərlərində vəziyyət bəlli idi. Məsələn, gimnaziya deyirik. Bugün gimnaziya deyəndə bizim ağlımıza nə gəlir? Məktəb gəlir də, təhsil ocağı. Amma o dövrdə gimnazium kişilərin tam çılpaq, yəni idman elədikləri bir yer idi, idman zalı idi. Lüt anadan gəlmə belə deyə idman edirdilər və orada tələb ondan ibarət idi ki, tam çılpaq gəlinməli idi. Yəni hətta övrət yerlərini belə örtüb gəlmək olmazdı. Çünki orada həm idman olunurdu, həm siyasət haqqında söhbət açılırdı, həm iqtisadiyyat haqqında, maliyyə məsələləri, həm də orada özünə sevgili tapırdılar kişilər, yəni bir-birləri ilə. Bunlarda var. Yəni bu antik dövrdə bu olub. Xristianlığa gəldikdə, xristianlıq müəyyən qədər belə deyim, bu nə qədər təhrif olunmuş olsa belə, orada İsa əleyhissalamın təlimindən müəyyən şeylər var idi. Bunları biraz bir çərçivəyə saldı. Lakin bunlar bu çərçivədən nə vaxt çıxdılar? 19-cu əsrdə. Yəni o sənayeləşmə deyilən dövr ki var, coğrafi kəşflər, onun arxasınca kolonializm gəldi, onun arxasınca da sənayeləşmə. Ondan sonra bunların o baş bilənləri indi buradan bugün bəzi yoldaşlar etiraz edirlər ki, yox, ateizm bu deyil. Biz demirik, əxlaqlı, normal, dürüst ateistlər ola bilər, fərd olaraq ola bilər, mümkündür. Lakin ümumən ateizmin aşıladığı fikirlər nədir? Ona baxmaq lazımdır. Yəni bu günlər ortaya çıxan o Epstein, belə deyim də, bu əslində icebergin görünən hissəsidir. Bunu da nəzərə almaq lazımdır ki, indi o məsələdə gəlir, birini qoyub birinə keçməyim. 19-cu əsrdə Nietzsche'dir, ondan sonra Hegel'dir, bunlar müasir ateizmin təməlini qoyan adamlardır. Tanrı öldü sözü kimə aiddir? Nietzsche'nin əsəridir və sözüdür və həmin əsərdə də müasir ateizmin, belə deyim, təməl daşlarını qoyan şəxslərdən biridir. Burada indi biz bir şeyi də nəzərə almalıyıq ki, bu sənədləri Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi açıqladı. İqtidarda olan bir partiyanın, belə deyim də, üzvləri açıqladı, hansı ki bunların əleyhinə istifadə olub. Bu niyə görə indi açıqlandı? Biz bu sualları da verməliyik. Bu çox maraqlıdır həqiqətən də. Belə deyim də, öz ayağına güllə vurmaq. Epstein neçə il qabaq müəllim müzakirə olunub? Epstein məsələsi bir neçə il qabaq müzakirə olunub.
Əlbəttə Sadəcə ki, olmur. detallar Bəli. açıqlanır. Yəni Epstein bir neçə il Bəli. qabaq Bəli. Yəni üzr vaxtın detalları gizlədə bilmirlər, ona görə məcburdular. Yox, belə deyim də, İbrahim müəllim, istəsəydilər gizlədərdilər. Sadəcə olaraq elə qüvvələr var ki, bunun gizlənməsi üçün belə deyim, imkan vermədilər gizlənməsinə və biraz da şantaj məqsədi ilə istifadə olunur. Yəni bu Mən də elə şantaj fikirləşirəm. məqsədi. Bu da onu göstərir ki, bəlkə indi bu mövzulara biraz girməməliyik. Yəni 20-ci əsrdə necə oldu ki, Avropada milliyətçi cərəyan birdən-birə güc qazandı, hakimiyyətə gəldi və antisemitizm ortaya çıxdı. Bax, görəcəksiniz, müəyyən bir vaxt sonra, əgər Allah bizə ömür versə, biz o günləri görə bilsək, görəcəyik, olmasa bizdən daha gənc nəsil bunu mütləq görəcək. Vaxt gələcək, Amerika Birləşmiş Ştatlarında çox güclü bir antisemit hərəkatı meydana gələcək və hətta ehtimal ki, Hitler kimi biri Amerikada hakimiyyətə gələcək. Çünki artıq Amerikalılar hiss edirlər ki, öz əlləri ilə belə deyim də o cini şüşədən çıxarmaq deyirlər və belə bir şey eləyiblər. Kiçik bir dövlət qurdular öz əllərinə və onların boğazlarına bugün elə bir bəla olaraq keçib ki, onları bax bu işləri onlara əvvəl elətdirir, sonra da əlində elə deyim də şantaj malzəməsi olaraq tutur, material olaraq tutur və bununla şantaj eləyərək indi biz belə deyim də icebergin görünən qismi dedik ha. Biz nəyə hələ açıqlanmayanları bilmirik. Ola bilsin ki, elə şeylər açıqlanar ki və yaxud da açıqlanmaz ki. Onlar açıqlansa, ümumiyyətlə zəlzələ effekti yarada bilər yəni. Bəli, ümumiyyətlə çox şey oldular. Məsələn, bugün mən bir şeyə baxırdım, canlı şeyə baxırdım, müsahibəyə baxırdım. Çox belə məşhur bir jurnalist var, Tucker Carlson. Onun Cenk Uyğur adlı bir yəni müsəlman türklə müsahibəsi var idi. Bunlar ikisi də Amerika vətəndaşıdır. Artıq görürsən ki, misal üçün də bu Tucker Carlson özü Qatara köçüb artıqdır. Yəni ən məşhur jurnalistlərdəndir və demək olar ki, belə ən paradoksal liderlərdən müsahibə almış kəsdir. Putinlə də müsahibəsi var bunun. Yəqin görünüşdə çox məşhur adamdır. O Cenk Uyğuru çağırmışdı. Cenk Uyğur özüdəki belə deyək də biraz Trump tərəfdarıdır, lakin bu həmin o deyilən dövlət yoxdur, balaca dövlət hansı ki dünyanın bu dəqiqə qanunu sovurur. Uşaq qatili dövlət, yəni onun ən böyük tənqidçilərindəndir və maraqlı söhbət getdi və orada artıq cəmaət Amerikada doğrudan beziblər. Yəni siz demişkən çox böyük dəyişikliklər görsənər, yəni qarşımıza çıxa bilər. Allah müsəlmanları onların şərrindən qorusun və Allah Subhanahu Teala bizi o şərdən qorusun və bir ayə yadıma düşür. Təhsəbuhum cəmiən və qulubum şəttə deyir ki, siz onları bir yerdə sayırsınız, amma onların qəlbləri özləri bir-birinə qarşıdır. Dəlikə bi ennəhum qawmun la yefqahun. Ona görədir ki, onlar az fik edən, az fəhm edən bir qövmdürlər. Yəni onların zahirdə pul onları birləşdirir, İslam'a qarşı düşmənçilik onları birləşdirir, lakin qəlbləri, Allah onların qəlblərinə daim o şeyi salıb onların qəlbləri ayrıdır. Bu müsəlmanların zəifliyi dövrüdür. İslamın tətbiqi zəiflədiyinə görə müsəlmanlar zəifləyir və mən əminəm ki, bütün burada Allahın bir planı var və ona doğru gedir. Məsəl üçün Peyğəmbər sallallahu əleyhi və səlləmin dövründə siz bilirsiniz də artıq yəni o qövm zəlil oldu. Mədinədən də qovuldu, düzdürmü? Və ondan sonra Qüdsə getdilər. Ondan sonra tarix əsnasında Qüdsdən də misal üçün onlar bir müddət qovuldular və bir qismi qaldılar və s. Yəni tarixə baxırsan ki, hardasa bir 1200 il bunlar yer üzərində zəlil olaraq gəziblər. Daha Avropada, özdə o Avropada olanlarda indi Elnur bəy daha yaxşı bilir bu məsələləri bizdən. Mən də araşdırıram. Misal üçün böyük ehtimal var ki, Avropada olanlar, hansı ki o Meyer ailələri, hansı ki Rothschildlərin babaları, onlarla başladı da bu, yəni belə deyək də təşkilatlanma. Onlar da əslində genetik olaraq bunlara aid deyil. Bunlar Xəzər dövlətindən ayrılmış, Yahudiliyi qəbul edilmiş Askenaz Yahudiləridir. Belə bir ehtimal, çox güclü bir ehtimal var. Xülasəsi odur ki, bunlar yəni 1200 il təqribən yer üzərində zəlil vəziyyətdə dolanırlar. Amma maraqlı bir məsələyə baxın. Quranda, Bəqərə surəsinin əvvəlində, Quranın tərtibi ilə də baxanda görürsən ki, bunların birinci ən böyük surə ilə bunların şəhəri barəsində danışır. İkinci surədə də bunlardan danışılır. Ondan sonra dördüncü surədə, beşinci surədə bunların şərlərindən danışılır. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verilir ki, qiyamətə yaxın bunlar nə olacaqlar?
Qüdsdə olacaqlar və Qüdsdə onlar nə olacaqlar? Onlara qarşı vuruşulacaq. İndi siz baxın. Bəlkə də misal üçün 7-ci əsrdə, 8-ci əsrdə, 9-cu əsrdə, 10, 11, 12, 13, 14, 15, 16, 17-ci əsrdə Quranı oxuyanlar deyərdi ki, bunlar hardadılar? Bunlar necə Qüdsə qayıdacaqlar? Bu zəlil qövm. Bunlar Qüdsə necə qayıdacaq? Amma siz fikir verin, 19-cu, 20-ci əsrdə bunlar nə etdilər? Qüdsə qayıtdılar. Düzdür? Qüdsə qayıtdılar. Deməli Allah Subhanahu taala Peyğəmbər sallallahu əleyhi və səlləm xəbəri ki, onlar Qüdsə qayıdacaqlar və orada düzdür dəccallar da gələcək və s. və orada onlar təsəvvür edin, orada onlar qırılacaqlar. Yəni o qədər yəni yəqin ki onların o bəlalarına görə, etdikləri fəlakətlərə görə, hətta maraqlı bir şey bilirsən, ya Abdurrahim müəllim, bu qiyamətin böyük əlamətləri barəsində biz yazanda, o ssenarini yazanda maraqlı bir idi. Maraqlı oradadır ki, bu müsəlmanlarla kafirlərin o 3-cü müharibə, ən böyük müharibələri olacaq. İndi bilmiyorum 3-cü dünya müharibəsi, 4-cü Allah şərrindən qorusun. Yəni orada siz təsəvvür edin, orada nədən danışılır? Kafirlər deyəcəklər ki, bizdən sizə keçən qardaşlarımızı bizə qaytarın. Yəni Bəni Əsfər. Və indi fikir verin bu dəqiqə yer üzərində nə qədər yəni bu Bəni Əsfər, yəni sarılar, Avropalılar belə deyək də, ağlar nə qədər İslam'a keçirlər. Vallahi adam belə fikirləşəndə daşları yəni belə qoyanda görürsən ki, Allahın vəd elədiyi kimi bunlar Qüdsə qayıdıblar. Və Qüdsə qayıtmaqları Şeyx Fozan Hafizahullah nə deyir? Deyir ki, deyir onlar üçün deyir oralarda qalsaydılar daha xeyirdi. Allah deyir onları yığıb bir yerə cəzalandırmaq üçün onları nə etdi? Qaytarıb ora. Yəni bu məsələlər də çox maraqlıdır. Bəli. Burada izləyicilərimizdən biri yazır ki, bəs kralın oğlunun da deyir orada deyir şəkili var. Yəni onun da adı hallanır orada. Qardaş, o kralın oğlu olsun, kral özü olsun, nəvəsi olsun, kötücəsi olsun, fərqi yoxdur. Yəni günahkar günahkardır. Asi-asidir. Allah Taala kimə möhlət veribsə, özünə gəlməyibsə, Allah onu ifşa eləyib də. Yəni biz onun üçün danışırıq ki, biz burada danışırıq ki, hətta orada bir müsəlman olsa belə, hər kəs özünə çəki düzən versin ki, kafirlərin və o xoşa gəlməyən qövmlərin onların tələsinə, onların hiləsinə düşməsin. Aydındır? Yəni biz onların hilələrini öyrənməliyik ki, özümüzü qoruya bilək, övladlarımızı qoruya bilək. Yəni biz əgər bugün bu həqiqətləri bilməsək, övladlarımıza biz onu öyrək başa salmasaq, onların gözünü dünyaya açmasaq, gedib onlar da sabah onları qoşula bilərlər. Bəli. O şəkil əslində şeydir, yayından düzəlmiş şəkil. Hər nə olsa belə, lap da mən düzdür, məlumatım yoxdur, dəqiq məlumat yoxsa yox. Yəni ki, dəqiq bir şey olsa, yəqin hər yerdə deyilər, barbar bağırlardı. Amma yəni bizim üçün fərqi yoxdur. İndi bizə də yazır ki, güya ki biz indi kimisə belə deyək də müdafiə eləyəcəyinə. Xeyr, bizə fərqi yoxdur. Yəni günahkar günahkardır da, biz kimisə burada vəkillik eləmirik ki, kiməsə. Bizim yeganə vəkilliyimiz Allahın dininədir və salam. Allahın halal və haram prinsiplərinədir. Qutardı getdi. Buyurun Elcan qardaş, buyurun. Deməli, mən bir məsələyə də toxunmaq istəyirəm. Baxın, bunların ən böyük hiyləgərliyindən biri budur ki, bunlar indi mediada da çox geniş təbliğat aparırlar. Məsələn, sən Qəzzada 19.000 uşağı öldürürsən, mən sənə bunu deyəndə mən oluram antisemit. Ki, sən güya bunları sevmirsən, sən bunları diskriminasiya edirsən, sən bunlar haqqında xoşa gəlməz sözdə. Axı, sən bunu eləyirsən. Bunu tək mən demirəm, bunu Avropa deyir, bunu İspaniya deyir. Dünyanın ən tanınmış məşqçilərindən biri Pep Guardiola'dır futbol üzrə. O hər dəfə bu mövzuda danışanda, baxmayaraq ki, qeyri-müslimdir də, gözləri dolur adamın. Nədən? Çünki qəlbində insani bir fitrət, insani bir mərhəmət var. Nə olsun ki, müsəlman deyil. Və yaxud da bu yaxınlarda bir hadisə oldu. Mən Jack Chan'ın bir müsahibəsinə baxdım. Deyir ki, sizi ən təsirləndirən görüntü nə idi? Deyir ki, məni ən təsirləndirən görüntü bu oldu ki, Qəzzada jurnalist uşağa sual verir ki, böyüyəndə kim olmaq istəyirsən? Biz bilirik ki, hər bir uşağın arzusu var ürəyində, qəlbində. Deyir, heç nə. Deyir, nə üçün? Arzun yoxdur qəlbində. Deyir, çünki burada uşaqlar böyümür. Yəni bu da siz yəni Allahın hikmətidir əslində ki, bütün dünya bu hadisədən bilirsiniz. Mən Qəzza hadisəsi barəsində sual verəndə, mən bilirsiniz bunu oxşadıram Elcan bəy. Bir insan olur, yəni ibrət götürmür və s. və ilax, yəni bir cəsəd kimi götürür də bütün bu İslam ümmətini, bütün dünyadakı insanları da.
artıq onlara bir ağrılı bir iynə vurulur bir nöqtəyə, hansı ki o iynədən sonra bunların oyanmaları baş verir, özlərinə gəlirlər. Bu sanki həmin nöqtəyə vurulmuş bir iynədir. Allahın mərhəmətindəndir ki, o nöqtəni bir dənə nöqtə edibdir. Dünya üzrə baxsaq çox balaca bir nöqtədir də, amma ağrılı nöqtədir ki, insanlar oyansınlar və o hadisə əslində onlar orada nə edirlər? Baxın Firon hadisəsinə. Nə edirdi? Yahudilərin özlərinin övladlarını qırırdı. Öz başlarını gətirmişdi. Qadınlarını da istismar edirdilər. Oradan onların içərisindən kim çıxdı? Musa əleyhissalam çıxdı və nə etdi onların? Özlərinə qarşı qayıtdı və onlara qalib gəldi. İndi də bunlar həmin o eyni hadisəni müsəlmanların başına gətirirlər və təəssüflər olsun ki, biz müsəlman ümməti, İslam ümməti, bugün deyirlər, müsəlmanlar niyə onlara qarşı gəlmirlər? Nə bilim, müsəlmanlar çünki müsəlmanlar o keyfiyyətdə deyirlər. Yəni biz o keyfiyyətdə olsaydıq Salahaddinin, Nurəddin Zənginin, ondan qabaqki misal üçün ondan sonraki Osmanlıların, ondan qabaqki Səlcuqluların və ondan qabaqki Abbasilər, Əməvilər, Raşidi xilafəti, o kişilərdən olsaydı əlbəttə müsəlmanlar qarşı gələrdilər. Biz bugünkü dövrdə öz dinimizi ümumiyyətlə Quranı açıb ildə bir dəfə oxumayan bir ümmətik. Aydındır? Bir-birimizi, yəni balaca, yəni marağa görə, bir pul məsələsinə görə, çörək məsələsinə bir-birimizin qanını tökən millətik. Bir-birimizə nifrət edən millətik. Əxlaq yox, yəni tərbiyə yox. Bundan necə qələbə gözləyirik? Necə Allah Subhanahu qəlbimizə nə edibdi? Yəni möhür vurubdu. Ona görə öhdələrindən gəlmirik. Onlar güclü deyil, biz zəifik. Yəni tarixdə də belə şeylər olub. Düzdürmü Elnur bəy? Yəni nə qədər olub da Allah Monqolları göndərib bizim üzərimizə, müsəlmanların üzərinə və digər hadisələr olub. Olar mən bir şey qeyd edeyim bu dediyiniz məsələ ilə bağlı. Bəli, əlbəttə müəllim. Sizin danışığınız Musa əleyhissalamla bağlı dediniz və çox yadıma düşdü. Çox yerində qeyd elədiniz. Məsələ burasındadır ki, Allah Teala Musa əleyhissalamı da Firavunun sarayında böyütmüşdü. Bunlar da çox maraqlıdır ki, yenə də öz əllərində olan texnologiyalarla özlərini belə ifşa elədilər. Məsələnin birinci tərəfi. İkinci tərəfi bu məsələdə müsəlmanlara irad tutanlar deməli Həzrət Əliyə deyir ki, yaxınındakı, ətrafındakı adamlardan biri Əbu Bəkirlə Ömərin dövründə bu qədər fitnə baş verməmişdi. Yəni səndən qaynaqlanır kimi bir şey demək istəyir də ona və Həzrət Əli də ona cavab verirdi ki, çünki Əbu Bəkirlə Ömər mənim kimlərin əmiri idi. Mən isə sənin kimlərin əmiriyəm. Bəli. Yəni onu müsəlmanlara irad tutan bir əvvəl qayıdıb özünə baxsan. Diqqətlə. Sonra da ki, bizim məsələn deyirik ki, 1,5 milyard müsəlman deyirik. Bu 1,5 milyard müsəlmandan neçəsi namaz qılır demirəm, amma məsələn 10 milyon Azərbaycan xalqı müsəlman coğrafiyasında əhalisi müsəlman olan ölkə sayılır. Neçəsi ümumiyyətlə kəlmə-i şəhadətin bilir? Bunu bir sual verirmi o cür adamlar özlərinə? Yəni nə gözləyirlər yəni? O yoxsa Yahudilərin Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisində sən biz o qoyunu çox güclü görürük. Siz get Allahla birlikdə onunla vuruşun, onu demək istəyirlər yəni. Siz eləməlisiniz. Allah Taala sizə bir yolu göstərib. Necə olmaq lazımdır, nə etmək lazımdır, yolunu göstərib. Bundan artıq nə olmalıdır ki sizə? Yəni bunu İslamdan niyə görə siz bir həkimlərində bir xəstə öləndə tibb elmini suçlamırsınız. Bir həkimlərində bir xəstə öləndə tibb elmini suçlamırsınız. Deyir ki, savadsız idi həkim. Niyə görə bunu İslamda qüsur görürsünüz, müsəlmanlarda yox? Bəli, bəli. Buyurun Elcan bəy. Buyurun Elcan qardaş, buyurun. Burasındadır ki, bax Quranın özündə də o kəs ki, Quranı oxuyub imanını artırmaq istəyir, etiqadını artırmaq istəyir, Allaha bağlılığını artırmaq istəyir, onu tapacaq. O kəs ki, Quranı ziddiyyət tapmaq üçün oxuyur, elə zəlalətə düşüb özü də ziddiyyətə düşəcək. Çünki onu anlamadı. Çünki onu başa düşmədi. Və bugün bizim hər birimizin, o bəziləri var, dırnaq arası ilahiyyatçılar deyirlər ki, Qurana dönmək lazımdır. Fikir özü düzdür. Amma onun tətbiqi ki, hansı ki o demək istəyir, o yanlışdır. Nədir tətbiqdə yanlış? Yəni, özünə qədər olanların hamının səhv, təkcə sənin düz fikirdə olduğunu iddia eləmək, digər insanların gönlünə xoş gəlsə də ki, bu adam Qurana səsləyir, onun özü də bir yenilikdir. Onun özü də bir bidətdir. Fəqət biz bilirik ki, bugün müsəlmanların zəif olmasının başlıca və birinci səbəbi, bir nömrəli səbəbi, Allah Təbarək və Teala'ya qarşı, içmən qarşı hamımızın
ümumilikdə bəzilərimizin az, bəzilərimizin çox, bəzilərimizin daha çox qismən asiliyidir. Onun əmr və qadağanlarından çəkinməməzliyimizdir. Yəni zəifliyimizdir. Və ən başlıca səbəblərdən biri də budur ki, nə qədər ki ümmətdə müsəlmanlar hər biri digərini özündən daha aşağı görməyə çalışacaq, mübahisələrə gücümüzü bir-birimizlə çəkişmələrə ayıracağıqsa, ümmətin daxilində olan hamımız, bir o qədər də biz zəif düşəcəyik. Nə zaman ki bu ümmət vəhdətə gələcək, o zaman artıq onun qarşısında heç kim duruş gətirə bilməyəcək. Budur məsələ. İcazə versəz bir dənə hədis, bir neçə ayəni zikr etmək istəyirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm xatırladıb ki, səhih hədislərdən birində vaxt gələcək, qiyamət yaxın vaxtlarda kafirlər müsəlmanların üzərinə çəyirtkələr kimi daraşacaqlar. Və soruşurlar ki, ya Rasulullah, bəs yəni biz az olacaq yoxsa çox olacaq? Deyir ki, siz deyir dənizin köpükləri qədər çox olacaqsınız. Lakin deyir, nə olacaq deyir, qəlbinizə vahn deyilən bir şey qoyulacaq, vurulacaq. Nədir o? Soruşun nədir mənası? Yəni dünya sevgisi və Allah üçün çalışmağı, vuruşmağı tərk eləmək. Və bunu da oxşar ayələr xatırladır bizə. Allah Subhanahu Quranda deyir ki: "Ya eyyuhellezine amenu istecibu lillahi və lirrasul izə da'akum lima yuhyikum." Deyir ki, ey iman gətirənlər, Allah və elçisi sizi dirildəcək şeyə, yəni burada Qurandan söhbət gedir. Çünki Quran insanın, yəni Quran qəlbin ruhudur. Ölü qəlbləri Quran dirildir. Yəni burada Qurandan söhbət gedir. Yəni sizi dirildəcək şeylərə, yəni mənəvi dirildəcək şeylərə çağırdıqda onların çağırışına cavab verin. Sonra nə deyir Allah Subhanahu va? "Və alamu ennallaha yahulu beynel mar'i və qalbihi və ennehu ileyhi tuhşarun." Deyir ki, bilin ki Allah deyir insanla, kişi ilə onun qəlbi arasında bir möhür qoyur, dayandırır. Bayaq dediyimiz kimi də aydındır. Və bilin ki siz onlara nə edəcəksiniz? Siz Allaha dönəcəksiniz, diriləcəksiniz, qayıdacaqsınız. Yəni mənası nədir? Mənası odur ki, yəni insan Allahın dediklərinə, Rasulun dediklərinə, insanın mənəviyyətini dirildəcək şeylərə dərhal cavab vermədikdə nə olur? Allah qəlbinə insanın möhür vurur. İnsan qorxur, qorxaq olur. Görürsən ki, bilirsən, bəli, deyirsən, belədir, elədir, amma o dünya sevgisi, ədalətsizlik və digər şeylər nə olur? Həmçinin Quran və sünnəyə əməl eləmək, Allahın insanı dirildəcək şeylərə isticab eləməmək nə edir? İnsanın qəlbinə möhür vurur. Və buna görə də qorxaq olursan. Qorxaq olursan. Bax, budur. Hal-hazırda İslam ümmətinin başına gələn, qəlbinə vurulan şey, bax, bu hədislərdəki, ayələrdəki mənadır. Allah razı olsun və çox sağ olun ki, mənim üçün də çox maraqlı söhbət oldu. Əslində ürəyimdən keçən şeyləri deyə bildim. Allah sizdən razı olsun. Açıq etiraf edirəm ki, öz kanalımda biraz tənbəllik elədim, canlı yayım açmağa yorğun idim. Amma çox xoş oldu sizin kanalda. Allah dəvətinizə bərəkət versin. Allah razı olsun Ezan. Və bir də qarşıdan Ramazan ayı gəlir. İlk növbədə özümə, bizi izləyən hər kəsə tövsiyə edirəm ki, dua eləyək ki, Allah təbarək və təala bizi Ramazana yetişdirsin. Çünki sələflər, salihlər məsələ belə dua eləyərdilər Ramazan öncəsində və bir məsələyə dua eləyərdilər Ramazan öncəsində və bir məsələyə dua eləyərdilər Ramazan öncəsində. Bizdə həqiqi ateizm yoxdur, sonda olaraq onu da qeyd edeyim. Çünki ateizm əslində onların doqmaları budur ki, bütün dinləri təksib edirlər, bütün dinlərə qarşıdır. Amma biz görürük ki, bizdəki ateistlərin elə necə deyərdim ki, modernləşmiş ateistlərin əksəriyyətinin əsas hədəfi elə İslamdır. Belə deyim ki, az yaşlılar da nigahda da İslama hücum eləyirlər, bu məsələni qabardırlar. Yaxın qohumlarla evlilikdə də bu məsələni qabardırlar. Halbuki ateizmin özündə insestlə bağlı heç bir yəni ki, bir sərhəd yoxdur. Nədir sərhəd? Məsələn, biz bilirik ki, Avropanın özündə əgər qarşılıqlı razılaşma varsa, insest qadağan deyil. Bunu qadağan edən yeganə kitab Allah Təbarək və Təalanın Qurani Kərimidir. İslam bunu qadağan edib. Bir mənalı şəkildə qadağandır. İndi ateizm mənə bir dənə nümunə gətirə bilərmi ki, hansısa bir dünyəvi bir qaydada bu qadağandır? Yoxdur elə bir şey. Yoxdur. Yəni onlar istinad edirlər bioloji falan, nə bilim nələrəsə. Baxın, bir şeydə ki, əgər səni saxlayan bir qırmızı xəttlər yoxdursa, bir çərçivə yoxdursa və sənin azadlıq məfhumun o dərəcədə özündən geniş və sərhədsizdirsə,
deməli orada hər şey baş verər. Necə ki baş verir də müasir cəmiyyətlərdə, dünyanın hər yerində. Elə Epstein məsələsi buna birbaşa bariz nümunədir. Və sonda bir də məsələni toxunmaq istəyirəm. Ateistlərin çoxusu istinad eləyirlər fikir və söz azadlığına, Konstitusiyanın 47-ci maddəsinə. Bəli, 47-ci maddədə fikir ifadə azadlığı var. Amma hər bir söz azadlığının özünün də qırmızı xətti var. Necə ki bizdən iraq, əgər biz bu günləri canlı yayım açıb qeyri-etik ifadələr işləsək, biz məsuliyyət daşıyacağıq və biz məsuliyyətə cəlb olunacağıq. Deməli, söz azadlığının özünün də bir xəttləri var. Və bunu onların istinad elədiyi konstitusiyada, necə ki onlar İslam haqqında tənqidi fikir deyəndə deyirlər ki, biz konstitusiyaya söykənərək bunu deyirəm. Elə həmin maddənin 47-nin 3-cüsü deyir ki, əgər ədavət təfriqə salınacaqsa bu söhbətlərdə, bu qadağan olunur. Deməli, sənin fikir ifadən kimisə heysiyyatına, kimisə inancına toxunmamalıdır. Bax, budur məsələ. Və sonda, üzr istəyirəm, çox danışdım. Bu sonuncu fikrimdir. Azərbaycanın dövlət bayrağının rəmzlərindən biri yaşıl İslamiyyət sivilizasiyası, İslamiyyət mədəniyyəti və İslamiyyətə bağlılığın rəmzidir. Və qoy İslamı tənqid edən ateistlər başa düşsünlər ki, eyni zamanda öz dövlətlərini, öz dövlət bayraq rəmzlərini həm də tənqid edirlər. Çünki biz bilirik ki, bizim rəmzi bayramlardan ikisi Qurban bayramı, Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Mən indi o biri şeylərə getmək istəmirəm. Bu ən üzdə olanlardır. Və əgər bir ateistin əqli düşüncəsi və məntiqi varsa, necə ki onlar hər zaman deyirlər ki, biz məntiqə əsaslanırıq. Məntiqi düşüncəsi, ağlı varsa, düşünsün ki, əgər bugün İslamı sən tənqid edirsənsə, bil ki, sən dövlət rəmzini tənqid edirsən həm də. Və orada hər hansı bir fərdin, Azərin, İsa'nın, Musa'nın naqisliyini bütövlükdə İslam adına bağlayırsan, necə ki biz müasir mediada, bugün jurnalistikada görürük, mən özüm jurnalistika aidiyyatım olduğum üçün bu deyirəm. Biz görürük ki, bugün Azərbaycan mediasına sanki bir komanda veriblər, gözə görünməz bir komanda ki, gedin İslamın üzərinə. Əzizlərim, hansısa bir qadın hicabdadırsa, amma TikTok açıbsa və İslam adına, müsəlmanlar adına yaraşmayan bir söz ifadə işlədirsə və yaxud da qaş tatuajdır, burun kəsilib, dolğu varsa və s. bu mənim üçün nümunə deyil, göstərici deyil. Sən o xanımın özünə iradını bildir. Çünki onlar bizim üçün İslamda nümunə deyil. Bizim üçün İslamda nümunə Peyğəmbər sallallahu əleyhi və səlləmin qızıdır, Xədicə anamızdır, zövcələridir, səhabələrin zövcələridir. Bunlardır bizim üçün nümunə. Əgər bir kimsə hər hansı bir naqislik eləyirsə, onu İslam adına bağlamayın. Onda bugün məsəl üçün hansısa bir şəxs balta ilə götürüb 2 dənə qardaşı uşaqlarını öldürüb. Vay vay. İndi biz nə deyək? Duraq onu araşdıraq, ateistmi, deistmi, agnostikmi, bağlayaq indi hamısını onun ayağına. Bu doğru yanaşma deyil təbii ki. Təşəkkür edirəm. Çox sağ olun. Müəllim, bir dənə sizə xoş xəbər verim çıxmamışdan qabaq. Buyurun. Bu şey var ya, bu deyirsiniz ya, yəni hamı bu dəqiqə İslama qarşı danışır da. Bu əslində yəni biz bundan qorxmuruq, biz sevinirik yəni. Necə ki Allah Quranda bizə bunu bildirib. Laqad kana lakum fi Rasulillah uswatun hasana ayəsində bizim üçün Rasulullah sallallahu əleyhi və səlləmdə bir ibrət vardır. Kimlər üçün? Kimlər üçün ibrət vardır? O kəslər ki, onlar nə edirlər? Allah'a inanırlar, ahirətə inanırlar, yarcullah və yevmləx və dəkarullah ketir. Allah'ı nə edirlər? Çoxlu zikr edirlər. Ondan sonra Allah Subhanahu taala ayənin davamında deyir ki, möminlər və ləmmə ra'al mu'minun ahsaba, möminlər şeyi görəndə bu dəstələri, yəni İslama, müsəlmanlara hücum edən dəstələri gördükdə nə edirlər? Dedilər ki, qalu hədə mə va'adanallahu və rasuluhu və sadaqallahu və rasuluhu və mə zədəhum illə imanən və təslimə. Deyir ki, onlar bu dəstələri gördükdə dedilər ki, bu, yəni bizə elə Allahın və onun elçisinin vəd etdiyi şeydir. Allah və elçisi düz dedi və bu onların ancaq imanını və təslimiyyətini artırdı. Və bu gün də, yəni baxın, kim populyar olmaq istəyir, psixoloqdur, İslamdan danışır. Niyə? Çünki bilir ki, İslam dini Azərbaycanda aktual bir şeydir. Müsəlmanlar daim bu məsələləri müzakirə edir. Nə bilim, aşpaz çıxır, İslam dinini tənqid edir. Yəni, sosiolog çıxır, İslam dinini tənqid edir. Və hər dəfə bunlar İslam dinini tənqid etdikdə, insanlar deyirlər, başlayırlar İslam barəsində araşdırmağa.
Və elhamdülillah Allah da bizə fürsət verib ki, biz də bu tərəfdə nə edirik? İslam dinini təbliğ eləməyə. Necə ki bayaq bir nəfər yazmışdı ki, maraqsız söhbətdir. Əslində onun özü də xidmət elədi ki, yayım qalxsın. Hə, sonunda nə olur? Sonunda elhamdülillah müsəlmanların sayı artır. Allah həmd olsun. İldən artır. İldən ibadət edən insanların artır. Üzr istəyirəm, təkcə elə bu Qəzza olayları ilə bağlı Avropada görün neçə yüz minlərlə insan İslamı qəbul edir. Maraqlı. Biz yəni bunları görəndə, deyirik ki, bu Allahın bizə verdiyi vəddir, bu peyğəmbərin bizə verdiyi vəddir. Onlar düz danışırlar, bizim imanımız artır elhamdülillah. Allah razı olsun. Mən çıxıram yayımdan. Allah bərəkət versin. Çox sağ olun. Təşəkkür edirəm. Allah razı olsun.